Xo'p, bizə qismət eləsin, biz düşmüşdük zindana. İnşallah gedəsiniz, naibi ziyarət olasınız. Xülasə, mənim nə 35 yaşım var idi, heç mən kələntəyə də getməmişdim. Mən Beqoğlu zatlıdır, el gölünün havasını bəyənməyəm, mən zindanda nə yaşayım? Amma işdi, gələk adamı tapar. Getdi xülasə. Bizə paydılar verdilər, bəndi müvəqqətə. Mən nə bilməyəm, nə var, yox. Dedim də bəndi müvəqqət, inşallah elə büyün düşüyü, səhər çıxası yox da. Da müvəqqətdir da. Getdim, gördüm, ola, müvəqqətdə 8 il qalan var. Biz elə giydik içə, demə müvəqqət tamam çəkən, atan, satan, əzdən müxəddərə. Biz getdik, yox. Elə çəyə giyəndə bizim məhəlli uşaqlarının biri mənə göydü. Mən İsmail, deyim, bəli, nəcəb, deyim, gəlmişəm da. Dava tutubla bilirlər, deyim, sən ki, bu xəttə dərdin, deyim, saldılar da. Nədə tutubla, deyim, yarım kilo. İhtilaf verdin, dedim, mən. Dedim, Dedin, elə özümündür, dedim, nə deyim, deyim, sənindir. Allah, gecədək bizim otaq. Naib, öldürənlə bilir, mənə üyəh veysası. Getmiş, oturmuş otaqda, deyim, baba, nə davabazdır. Məsələ gəlib qaba, savaşmışam mən. Yox, mən dava siqa çəkmiyəm, mən nə davabazdır, mən özünü. Baba, elə ondan mətəl qaldım ki, sən bu xəttə dərsən, baba, biliyik ola. İndi biz oturmuşuq otaqda, bizi o birisilə gəldi dövrələrdi. Bir otaqda 40 nəfərdir, təxlər 4 təbəqə. İnşallah gedəsiz, görəsiz. İndi gələn xəbər alıb buna, Mahmud, tərəfi tanısan, deyir, yox, görməmişəm. Əskiyə sən necə görməmişəm, o birisi